Dayan bir saniyə. Bu blenderla övladının nitq inkişafına necə zərər vurduğunu bilirsən? Siz də övladınız rahat yesin, tez doysun deyə hər şeyi blenderdan keçirib püre halına gətirirsiniz. O zaman diqqətlə dinləyin, çünki bu video sizə aiddir. Əlavə qidaya keçid dövründə edilən ən böyük səhvlərdən biri qidaların uzun müddət teksturasının yumuşaq saxlanmasıdır. Əslində isə 6-10 aylıq dövrdən, yəni uşaqlar diş çıxarmağa başladığı dövrdən etibarən bərk qidalarla, nisbətən xırda parçalı qidalarla tanış olmalıdırlar. Bu, çeynəmə akti üçün çox mühümdür. Qidaları çeynəmək, çənə, dil və dodaq əzələlərini aktiv şəkildə işlətmək deməkdir. Çeynəmə əzəlləri yalnız yemək üçün deyil, eyni zamanda aydın şəkildə danışmaq üçün də son dərəcə əhəmiyyətlidir. Sizlər blenderdan istifadə edərək bu prosesə mane olursunuz və nəticədə artikulyasiya aparatında problemlər, eyni zamanda dislaliya, salvasiya, sensor həssaslıq kimi problemlərlə üzləşirik. Baxın, burada iki mənzərə görürsünüz. Birincidə ağız aparatı olduqca passivdir. Uşaq heç bir çətinlik çəkmədən rahatlıqla püreni udur. İkinci vəziyyətdə isə uşağın əzəlləri gərgindir. Uşaq sərt qidanı çeynəməyə çalışır. Məhz bu aktivlik sayəsində onun çeynəmə əzəlləri inkişaf edir. Elə bu iki mənzərə fərqi açıq-aydın şəkildə göz önünə qoyur. Mənim məsləhətim isə çox sadədir. Elə əsl nitq gimnastikası masa arxasında başlayır. Uşaqlara yaşa uyğun olaraq çeynənilə bilən qidaları çeynəməsinə, sərbəst yeməsinə imkan yaradın. Unutmayın ki, tənbəl əzəllər nitqin inkişafında çətinliklər yaradır. İndi isə siz qərar verin. Nitqi ləngidən, ağız aparatını passivləşdirən, yumuşaq püre ilə övladınızı qidalandıracaqsınız, yoxsa güclü nitqin təməli olan, nitq əzəllərini aktivləşdirən xırda parçalı bərk qidalarla